Bir gün mənə bir qadın zəng vurdu. Dedi ki, mən bir oğlanla tanış olmuşdum və dəfələrlə də onunla günaha düşmüşəm. Lakin bu il tövbə edib həcc ziyarətinə getdim. Allaha qayıdıb günah dəftərini tamamilə bağlamışam. Artıq çox peşmanam və Rəbbimdən bağışlanma diləyirəm. Dedim ki, o zaman Allaha təvəkkül et. Allah tövbə edənləri sevər. Allah tövbə edib yaxşı işlər görənləri və doğru yolda gedənləri bağışlayır. O dedi ki, lakin bir problem var, hansı ki məni çox narahat edir. Dedi ki, o mənə hələ də vaxt-vaxtdan zəng vurur, ya da SMS yazır. Halbuki o da tövbə edib və olanlardan o da çox peşmandır. Sübhanallah, dedim bəs o zaman o da tövbə edibsə bu zənglərin və mesajların nə mənası var? Bu şeytanın yoludur və mütləq bağlanmalıdır. Axı Allah Sübhanehu və Teala Quran-ı Kərimində buyurub ki, zinaya yaxınlaşmayın. Bəs siz neyniyirsiniz? Əgər o həqiqətən tövbəsində səmimidirsə və keçmiş səhvlərini düzəltmək istəyirsə, qoy o zaman qapıdan daxil olsun. Yəni gözəl şəkildə gəlib səni ailəndən istəsin. Oğlanın nömrəsini alıb Allah üçün ona özüm zəng vurdum. Məsələni izah edib ona nəsihət etdim. O hər şeyi anladığını və bir daha belə bir şeyin təkrar olmayacağına dair mənə söz verdi. Bir xeyli zaman keçdikdən sonra mənə yenə həmin qadın zəng vurdu. Mən onun vəziyyəti ilə maraqlandım. Dedi ki, hər şey yaxşıdır. O artıq nə zəng vurur, nə də mesaj yazır. Bunu dedikdən sonra o bir müddət sükut etdi. Soruşdum ki, nə olub? O dedi ki, mən sizə o zaman hər şeyi tam danışmadım. Lənət olsun mənə. Allahdan utanmayıb etdiyim günahı sizə danışmaqdan utandım. Dedim ki, nədir ki o elə? O dedi ki, mən sizə demədim ki, mən evliyəm. Demədim ki, 3 dənə də uşağım var. Sübhanallah, mənim dilim tutuldu. Kaş mənim qulaqlarım kar olaydı da mən bunları eşitməyərdim. Kaş mənim gözlərim kör olaydı da mən bu ümmətin bu vəziyyətini görməyərdim. Vallahi ümmət olaraq günah bataqlığında batırıq və rəzillikdə də sərhəd tanımırıq. Biraz özümü ələ alıb soruşdum ki, bəs uşaqlar? Uşaqlar kimin uşaqlarıdır? Dedi ki, vallahi uşaqlar yoldaşımın uşaqlarıdır və bundan da əminəm. Hər gün Allaha tövbə edib bağışlanma diləyirəm. Hər dəfə yoldaşımı görəndə özümü küçədəki itdən daha dəyərsiz bilirəm. Yoldaşıma da durmadan bağışla məni deyirəm. Halbuki o heç bilmir mən bunu niyə deyirəm. Sübhanallah, əgər Allah səni bağışlamasa, vay sənin halına. İndi başa düşürsünüzmü, əziz müsəlmanlar, nəyə görə zina böyük günahlardandır? Gördünüzmü ki, bir tək zina neçə nəfərin namusunu ləkələdi? Yoldaşının və heç nədən xəbərsiz olan uşaqların. Ona görə Allah buyurur ki, zinaya heç yaxınlaşmayın. Çünki o murdar yoldur. Və ona görə də Allah zinaya görə zinakarı daşqalaq edib öldürmək kimi ən alçaldıcı və ən dəhşətli bir cəza təyin etmişdir. Ey müsəlmanlar, özünüzü şeytanın tələsindən qoruyun. Zinaya yaxınlaşmayın, çünki o murdar bir yoldur. Rəbbim bizi əff etsin. Adəm övladı günahlar edəndir. Amma onların ən yaxşısı da çoxca tövbə edəndir.